Deyir, mən qaynanam çox bədəxlaq adam idi, çox kobud adam idi. Hər gün ağzından çıxanı mənə deyirdi. Mən də dözürdüm. Dözürdüm, axır gördüm ki, yox, mümkün deyil. Elə sözlər deyir ki, dözmək mümkün deyil. Çox ağır sözləri, əxlaqsız sözlər. Getdim Əllamə Qazi, dedim ki, mən boşanımda da bacarmıram. Dedi ki, həyat yoldaşından narazılığım var, dedim, yox, niyə boşayırsan, neynəsin, onun günahı nədir? Cavan vaxtları olub da nisbətən. Deyir, onun günahı nədir? O neyniyib ki sənə? Boşanmaq fikrindən vaz keç. Deyir, vaz keçdim. Döz dedi, səbr elə. Gəldim, deyir, evə. Evə gəldim, girdim evə, gördüm ki, oturub yerə, məni görən kimi başladı söyməyə, təhqir eləməyə. Əsəb gəldi, deyir, mənə bərk, çıxdım, qaçdım evdən. Qaçdım evdən, getdim, yolda deyir, gözüm açıldı. İkiləşmə gördüm, gördüm cismimdən ruhum ayrıldı və bunun bütün söyüşləri mənim o nəfsani tərəfimə gedir. Mənim özümə gəlmir. İlk mükaşifə halım bu idi, halım burada dəyişdi. Gördüm ki, da dönüş yarandı ruhumda, ona dözməyimlə. Qayıtdım, gəldim evə, başladım onun əlindən öpməyə. Bu da baxır ki, bu dəli olub yəqin. Mən bunu söymüşəm, bu qayıdıb məni əlimdən, ayağımdan öpür ki, çox sağ ol ki, məni söydün. Səbrin mükafatı məni deyir, həddad elədi.